Salam hörmətli izləyicilər, sizlə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Svetoforda qarşıdakı avtomobilə qədər 1,5-2 metr saxlayın. Bu şəkildə mən 30 cm saxlamışam ki, bu situasiyanın xatasını sizə izah edeyim. Belə yaxın saxlayanda arxadan zərbə alsaz, maşın tullanacaq, həm qabağa əziləcək, həm arxası əziləcək, pis vəziyyətə düşəcəksiniz. Amma əsas səbəb bu deyil. Əsas səbəb odur ki, bizim piyadalar maşınların arasından keçirlər. Piyada keçidlərindən yox, bax belə yaxın durmuş maşınların arasından keçirlər. Və bu zaman siz arxadan zərbə alsanız, maşın cəhənnəm, bu adamı qarşıdakı maşına pərçimləyəcəksiniz. Və ən acınacaqlısı odur ki, siz registrator olmasa günahsız olduğunuzu sübut edə bilməyəcəksiniz. Çünki arxadakı avtomobilin sürücüsü deyəcək ki, bilirsiniz necə oldu? Yol polisi gələndə nə deyəcək? Deyəcək, bilirsiniz necə oldu? Bu getdi adamı vurdu, öldürdü. Ondan sonra mən saxlaya bilmədim. Mən də gəldim onun maşınına vurdum. Mən onun maşınını düzəltdirirəm. O da piyadanı təmir eləsin. Yəni ki, piyadanı sağalsın və yaxud da ki, geçsin türməyə. Geçsin 6 il 7 il türməyə. Ona görə svetoforda dayananda qarşıdakı avtomobilə qədər 1,5-2 metr saxlayın. Diqqətinizə görə çox sağ olun.